Salih axırda deyir, qanlar qaynar qanımız. Vətən uğrunda ola min kərə qurban canımız. Gərək istiqlal ola Güney Azərbaycanımız. Qalx ayağa qoçaq, qanları qanılmalıyıq. Al silahın yola düş, istiqlal almalıyıq. Qalx ayağa qoçaq, qanları qanılmalıyıq. Al silahın yola düş, istiqlal almalıyıq. Qalx ayağa qoçaq, qanları qanılmalıyıq. Al silahın yola düş, ölkəni qurtarmalıyıq. Qalx ayağa qoçaq, qanları qanılmalıyıq. Al silahın yola düş, istiqlal almalıyıq. Bugün 26 Fevriye 2013 il Güney Azərbaycan Milli Hərəkatı yeni bir qələbə çaldı. Bozqurtlarımızın iradəsi və gəncliyimizin əzmi nəticəsində South Azərbaycan is not İran deyə şüar hazırlanıb və Təbriz stadionundan böyük plakatlarda sərgiləndi. Bu bir tərəfdən Azərbaycan Milli Hərəkatının daha şəffaflaşmasını və daha netcə, açıqca istiqlaliyyət istədiyini, istiqlal davasını nümayiş etdirir və başqa tərəfdən həmən gənclərimizin təşəbbüsü nəticəsində İran işğal rejiminin boykot və sansur siyasətini sındırdı. Niyə? Çünki bu yarış sadəcə İran işğal rejiminin televizyonundan deyil, bəlkə bir çox başqa televizyonlardan, özəlliklə də Əl Cəzirə və Ərəb kanalları və FİFA'nın demək kanalından yayılırdı. Yəni dünya səviyyəsində bir çox ölkədə ən azından yayılan bir proqramda Güney Azərbaycan Milli Hərəkatının əsas amacı bir şüarla bəyan edildi. Bu böyük bir uğurdur, bu böyük bir bacarıdır. Və həm də yazılı olaraq. Bu tarixi bir qələbə oldu. Bu gənclərimiz, o bozqurtlarımız bu şüarı hazırlayan silahdaşlarımız hər zaman tarixdə milli hərəkətin qəhrəmanları kimi yad ediləcəkdir onlardan. Yad olunacaqlar. Bir həftədən artıqdır bu şüarın stadionda səslənəcəyindən bilgimiz var idi və səbirsiz bu günü gözləyirdi. Onun təhlükələrinə, nə qədər təhlükəli bir iş olduğunu göz önünə alaraq bozqurtlarımız cəsarətlə bu şüarı dalğalandırdı və səsimizi, hərəkətimizin, savaşımızın qayəsini, usarəsini bir şüarda dünyaya çatdırdı. Güney Azərbaycan, İran deyil.
Yəni ki, biz İranlı deyilik. Yəni Təbriz İran deyil. Yəni traktor İran kimi deyil. Yəni Azərbaycan Azərbaycandır. Biz Azərbaycan dövlətini istəyirik. Biz Azərbaycan Cumhuriyyətini istəyirik. Biz Azərbaycan kimliyini istəyirik. Bizim toprağımız işğal olubdur. Bizə zorla İranlı deyilir. Və bu fürsət tapılıbdır. Bir dənə fürsət tapmışıq dünyaya deyək ki, biz İranlı deyilik. Bu cəsarətlə, o şəhamətlə çıxıb Fars şövinizminin gözünün önündə, İran işğalçılarının gözünün önündə şüarını sərgiləyir və hər riski də qəbul edir. Bu xalq yenilməzdir. Bu gənclik yenilməz, qorxmazdır. Bu gəncliyə dayanaraq, güvənərək, arxalanaraq, qətiyyətlə Azərbaycanın istiqlaliyyətini görəcək. Müstəqil dövlətinin həmən bu gənclərin əli ilə qurulmasına şahid olacaq. Yurt dışında demokratik fəzada baskı olmadığı bir atmosferdə mühafizəkar yanaşan insanlar bu gəncliyə baxıb dərs almalı. Bu bozqurtlarımıza baxıb dərs almalı. Dərs öyrənməlidirlər. Cəsarət öyrənməlidirlər. Şəffafiyyət öyrənməlidirlər. Mübarizə öyrənməlidirlər. Bədəl ödəməyi öyrənməlidirlər. Düşmənin baskısı altında zindanı, şikəncəsi, ittilaatın baskısını, topunu, tancını görür, amma qorxmur, çəkinmir, gətirir, plakatı yazır. Güney Azərbaycan İran deyil. Bu mənası, yəni ki, bura İran deyil, yəni ki, İran rədd ol, yəni ki, Fars rədd ol, yəni ki, Xameneyi rədd ol, yəni ki, Əhmədinəcad rədd ol, yəni Musəvi rədd ol. Mən Azərbaycanlıyam, Azərbaycan dövləti istəyirəm. Mənim toprağım işğal oldu, bunu deyil. Bunu aşkarcasına dünyaya çatdırdı. O gəncliyimiz. Qorxmadan, çəkinmədən. Biz bu gəncliyin, bu iradəsinin, bu əzminin qarşısında baş əyək. Bu gəncliyə fəxr edirik. Bozqurtlarımızla qürur duyuruq. Azərbaycanın gələcəyi, Azərbaycanın umudu gəncliyimizə və bozqurtlarımıza eşq olsun deyirik. Bu sırada yurt dışında olan soydaşlarımıza əhəmiyyətli məsuliyyət düşür. Yəni Təbrizdən başlayan bozqurtlarımızın, gəncliyimizin cəsarətlə başladığı hərəkəti yurt dışında olan soydaşlarımız layiqincə aparmağa çaba göstərməlidir. Bu yarışmanın ikincisi əmarətdə olacaqdır. Və indidən millətçi istiqlalçılara müraciət edirik. Hazırlanmalı, hazır olmalı və bu yarışlarda
nə bahasına olursa olsun iştirak edib və Azərbaycan istiqlaliyyətini, müstəqilliyini, dövlətçiliyini səsləndirəcək, savaşımızın, mücadiləmizin, xalqımızın səsini o meydanlardan, o tribunlardan, o televizyonlardan dünyaya çatdıracaq. Və əlbəttə ki, bizə bir məhdudiyyət yoxdur. Yurt dışında bir məhdudiyyət yoxdur. Əgər gəncliyimiz Təbrizdə Fars işğal rejiminin gözünün önündə bu şüarı verə bilirsə, yurt dışında ondan daha da kəskin şüarları biz səsləndirə bilərik. Heç bir təhlükəsi də yoxdur. Onun üçün bu yarışlara özellikle de istiqlalçı kəsim hazır olmalıdır. Güclü formada qatılarak bu fürsətdən yararlanıb Güney Azərbaycan milli hərəkatının hədəflərini, istəklərini və xalqımızın harayını dünyaya çatdırmağa çalışır. Bir daha da bu böyük qələbəni bütün xalqımıza, bütün Azərbaycanlılara və Türk dünyasına təbrik edirik. Qutlu olsun deyirik. Bunların hamısı qələbəmizin və zəfərin yaxın olduğunun işarətləridir. Həmən gəncliyimizin iradəsi nəticəsində mütləq və mütləq Güney Azərbaycan müstəqil dövləti qurulacaqdır.